Hamiləliyin 35-ci həftəsi və hamiləlikdə babasil ilə, hemoroid ilə necə mübarizə aparacağıq? Bu haqda danışacağam. Hamiləliyin 35-ci həftəsində dölümüz artıq 2 kilo 300, 2 kilo 500 qramdır. Əksər hallarda artıq başı ilə aşağı dönüb və baş bir qədər aşağı enmiş vəziyyətdədir. Doğuşa hazırlıq kasılmalar, sıxılmalar artır və dölün yeri məhdudlaşdığına görə daha güclü, amma daha az hərəkət edir. Baş aşağı endiyinə görə nəfəs biraz rahatlaya bilər, amma aşağıya baskı artır, yəni sidiyə daha tez-tez çıxırıq. Selikli ifrazat arta bilər. Bu da uşaqlıq boynunun yumuşalmasını və doğuşa artıq yavaş-yavaş hazırlaşdığını göstərir. Bu həftələrdə doğuş sancıları, doğuş əlamətləri və pasiyent nə zaman xəstəxanaya müraciət etməlidir, artıq yavaş-yavaş onu məlumatlandırmağa başlayırıq. Gəlsək babasila, hemoroidə, hamiləlikdə, bununla mübarizə aparmaq üçün bir neçə etaplar var. Səbəbi bir damar genişlənməsidir əslində hemoroid, düz bağırsağın damar genişlənməsidir və uşaqlığın böyüməsi və o bağırsaq damarlarına basınc uygulaması ilə əlaqəlidir. Eyni zamanda da hamiləlikdə artan qəbizliklə əlaqəlidir. Yəni, basıncı azalda bilmədiyimizə görə ilk olaraq qəbizliklə mübarizə aparacağıq. Lifli qidalar, hansılar ki, içində quru meyvələr, bağırsaq aktivliyini artıran, quru gavalı, quru əncir, quru ərik, ərikdə bilirik ki, çoxlu kali var, o da peristaltikanı artırır. Çuğundur, kəpəkli çörək, yulaf, uzun müddətli pişən yulafdan danışırıq. 1-2 dəqiqə pişən yulafdan danışmırıq, çünki onlarda lif az olur. Amma 10 dəqiqə, hətta 20 dəqiqəlik pişən yulafı istifadə etsəz, bu liflərlə zəngin bir yulafdır. Günə 1 stəkan ilıq su ilə başlamaq. Bunlar qida ilə əlaqəli tövsiyələrdir. Probiotiklar istifadə etmək. Probiotik qidalar nədir? Kefirdir, ondan sonra ev yapımı qatıqdır. Ağ undan və şəkərdən ibarət olan qidalardan uzaq durmaq. Qan dövranını yaxşılaşdırmaq üçün bağırsaqlarda fiziki aktivlik tövsiyə edilir. Yəni, gündə 30 dəqiqə, 1 saat gəzmək. Əgər ayaqüstü çox qalırsınızsa və yaxud da çox oturursunuzsa, periodik qalxıb gəzmək və uzun müddət ayaqüstü qalmamaq. 30 dəqiqədən bir oturmaq. Yatarkən sol yan tərəfə yatıb, aşağıya olan basıncı azaltmaq və qan dövranını yaxşılaşdırmaq məqsədi ilə.